olmadığını, irəli sürdüyüm məsələlərin yerində olduğunu deyiblər. Buna da sevinirəm. Son dərəcə məhsuldar, son dərəcə deyək ki, ciddi bir bədii yaradıcılıqda öz sözü olan yazıcı. Axı indi çox adam bədii yaradıcılıqla məşğul olur və məsələ burasındadır ki, bu çox adamların özünün sözü yoxdur. Əkrəm Əylisli deyirdi ki, hər bir qələm sahibinin gərək özünün sözü olsun. Özünün sözü olmayan yazıcı lap 100 dənə də roman yazsa ədəbiyyatda qalmayacaq. Ağarəhim müəllim özünə məxsus yazı tərzi, bədii üslubu olan bir yazıcıdır və hər şeydən qabaq onu deyim ki, bu üslubu, Ağarəhim müəllimin üslubunu müəyyənləşdirən bu deyək ki, fərdi, özünə məxsus xüsusiyyətlər ona həyatdan gəlib. Həyatda gördükləri, müşahidə elədiyi keyfiyyətlər, həyata baxış həssaslığı Ağarəhim müəllimi yazıcı eləyən əsas şərtdir. Və burasında deyim ki, bizim bütün məşhur yazıçılarımız, şairlərimiz sözün həqiqi mənasında bədii yaradıcılığa həyatdan gəliblər. Sabirdə də belədir, Cəlil Məmmədquluzadədə də belədir. Mən 7 yaşından 1-ci sinifə gedirdim. Artıq əməyə cəlb olunmuşdum. Ailə böyük idi. Ora qaç, bura qaç. Mən 6-cı sinifdə kolxozda işləyirdim. Təsəvvür edin, doğulduğum rayon isti, pambıq əziyyətli. Mən qadınlarla pambıq yıxmışam. Özü də, indi də xatırlayıram, pambıq yarışına, yığmaq yarışına çıxanda 3-cü yer tutdum. Bütün ağır əməklərdə çalışmışam. Və o əmək, nə yaxşı bugün deyirəm, o əməkdə çalışmışam. Siz təsəvvür edin, mən ailəmizin vəziyyəti ağır idi. Ailəmizdə hamı mənə oxu deyirdi. Ailədə ilk kitab oxuyan da mən olmuşam. İlk kitab oxuyan da mən olmuşam. Nələr çəkdiyimi bilirəm. Bugün mən bir şeyə şükür edirəm. Mən azadam. Ürəkdən deyirəm. Cəmiyyətdə azad olmaq çox çətindir. Sözü demək olar. Ancaq o hisslərlə yaşamaq, onu görmək, duymaq hər adamın işi deyil. Heç nədən qorxmuram, heç nədən çəkinmirəm. Heç kimdən baş aşağılığım yoxdur, ona görə də azadam. Mənim azadlığımı yalnız Allahla özüm arasındakı münasibətlərdə görürəm. Səhif olmayan adam yoxdur. Hamı səhif eləyir. İnsan yaşayırsa səhif olur. Səhif eləməyən el arasında deyildiyi kimi yalnız ölülərdir. Onların nə fəziləti var, nə də qəbahəti. Ancaq o adam xoşbaxtdır ki, o adam, mən mükəmməl hesab edirəm ki, o elədiyi səhvlər başqaları tərəfindən bağışlanması mümkündür. Başqaları tərəfindən bağışlanması mümkün olmayan səhvlər bəlkə də insanın cinayətidir. Elə bir səhifim yoxdur. Bax, ona görə də mən özümü azad hesab edirəm. Biz özümüz öz aramızda çox vaxt deyirik ki, Ağarəhim müəllimdə olan çox yaxşı keyfiyyətlər də heç kəsdə yoxdur. Onda xasiyyətində olan çətinliklər də heç kəsdə yoxdur. Amma bu çətinliklərin biz sonra analiz edirik ki, bu çətinliklər məhz o dediyimiz dəmir qanunları qoruyub, yaxşı mənada dəmir qanunları qoruyub saxlamaq üçündür. Mövlana Cəmaləddinin bir məşhur fikrini xatırlatmaq istəyirəm. Deyir ki, ya göründüyün kimi ol, ya olduğun kimi görün. Ağarəhim müəllim olduğu kimi görünməyə çalışan insanlardandır. Yəni,
onun necə deyim, pərdə arxası sifəti, siması ilə görünən simasının arasında uçurum yoxdur. Bu mənada biz bir kollektiv olaraq ona hörmətlə yanaşırıq və onun belə demək mümkünsə bu idarə etməsindən də narazı deyilik. Yəni çətin, amma çox şərəfli bir ocaq hesab edirik buradakı iş fəaliyyətimizi. Mənim kimliyimi universiteti 20 ildir universitet fəaliyyət göstərir. Oradakı məzunlar bilir, onların valideynləri bilir, indiki tələbələrim bilir, orada işləyən adamlar bilir. Xoşbaxt o adamdır ki, işdə də, göldə də, evdə də, övladının yanında da başını dik saxlaya bilsin, düz insanların gözünün içərisinə baxa bilsin. Ona görə də mən özümü xoşbaxt və səadətli hesab edirəm. Çünki Allahımla mən arasındakı münasibətlər səmimidir. O səmimiyyətdə əlbəttə ki, mən qurmalıydım, şükür edirəm ki, qurmuşam. Ağarəhim müəllim ümumiyyətlə geniş oxucu, yəni marağında, arenasında olan bir sənətkardır. Yəni təkcə yazmaq yox, həm də mütaliəni kifayət qədər geniş surətdə özü üçün vacib, ciddi həyat faktına çevirə bilən sənətkar, çevirən sənətkardır. Məsələn, onun ən çox ruslardan sevdiyi sənətkarlardan biri Dostoyevskidir, Fyodor Dostoyevskidir. Onun əsərlərini o ciddi surətdə oxuyur. Nə üçün ciddi surətdə oxuyur? Ona görə ciddi surətdə oxuyur ki, məhz Rus həyatının milli qürur, milli mənlik və ümumən Rus həyatının milli təzahürü onun əsərlərində kifayət qədər güclü ifadə olunub. Ağarəhim müəllimin də əsərlərində doğrudan da millilik, dövlətçilik ənənələri, dövlətçilik qaynaqları çox güclüdür. Bacı! 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 Ölme! Kurban olun bacı! Ölme! Bacı! Ölme bacı! Kurban olun bacı! Ölme! Kardeşlerim, Ölme bacı! ben de ölürüm. O zirveni aşan kimi Azerbaycan kentlerdi. Ölme bacı! Ölsem de derdim yoktu. Sizi köyde çattırdım. Gelin bacım. Ben de senin gibi olmak istedim. Sen bu zirvesi qarlı dağlarda məğrurcasına dayanmışsan. Sen ulusan, böyüksən, qüdrətlisən. Ben de senin gibi olmak istedim. Mənim atam da dünyasını dəyişib, anam da dünyasını dəyişib. Bugün mən adımı atanda da onların ruhunu yanımda hiss edirəm. Mən necə deyə bilərəm ki, onların qayğısından indi uzağam. Qətiyyən belə bir fikrim yoxdur. Mən sualı elə qoydunuz ki, mənim üçün çox belə nazik, çox zərif hissləri oyadırsınız. Mən atam elə bir ölümünü başa düşmüşdü. Məni tez evləndirdi.
ki onda da mənim yoldaşım da əmim qızıdır. Mənim yoldaşım əmim qızıdır. Evimiz də əmimgilin evi ilə birləşikdir. Elə o evdən bu evə köçür. Və belə oldu. Bu şəkildə mən ailə qurdum. Sonraki müddətdə də ömürgün yoldaşım bəlkə də həyatını mənə qurban verdi. Yaşayır, bir yerdə fəaliyyət göstəririk, bir yerdə düşünürük. Ancaq mən hiss edirəm ki, ailə sərdən xoşbəxtəm. Mən lap cavankən şəkər tapdım. Sonralar o şəkər, bütün başıma gələnlər o şəkərin fəsadları oldu. Görünür, mənim özüm də biraz nazik adamam. Hər şey mənə təsir edir. Çox şey mənə təsir edir. O şəkər də vurdu, elə bir vəziyyət yaratdı və getdim. Mənə orada da qayğı göstərənlər oldu. Tehranda da, burada da. Mən həmişə bir tərəfim əziyyətdə olubsa, o birisi tərəfdən mənə qayğı göstərənlər də olub. Mən buradan Tehrana gedəndə o qədər yüngül getməmişdim. Mən orada səhər həkim mənə dedi ki, bu axşam səni əməliyyata hazırlayacaqlar. Səhər əməliyyat olacaq. Mənim qardaşım da, oğlum da yanımdaydı. Hər ikisi. Mənim palatama axşam gətirib 2 çarpayı da qoydular. Biri oğlum üçün, biri də qardaşım üçün. Çox sağ olsunlar. O mənə hörmət idi. Gecədən xeyli keçmiş, gördüm yata bilmirlər. Ancaq mən də narahatam. Bilirdim ki, ağırdır. Onu da bilirdim. Mən qalxdım, oturdum. Bəli, onda təkcə oğlumla qardaşım açdı sirlərim. Nə sir? Orada da heç bir sirri yox idi. O ondan ibarət idi ki, onlara əgər mən olmasam, məsuliyyəti, qarşılarında duracaq məsuliyyəti, hissini, vəzifələrini çatdırmaqdır. Çatdırdım. Çox yığcam, lakonik şəkildə. Sonra da başladım onlara. Heç vaxt məndən nə qardaşım, nə oğlum zarafat görməmişdi. Əlbəttə, yüngül zarafatlar idi. Mən bunlara zarafat elədim, qəlbini almaq üçün. Və o axşam rahat yatdım. Sən demə, həmin axşam bunlar yatmamışdır. Bunlar yatmayıblar. Belə bir vəziyyət olur. Orada mən adını nə qoyursa, biri vəsiyyət qoyur, biri nə arzuları qoyur, biri nə qoyur. Yox, mən sadəcə olaraq oğluma da, qardaşıma da qarşılarında duran vəzifələri xatırlatdım. Məsuliyyəti çatdırdım. Mən belə elədim. Mən bir uşağın göz yaşlarını həyatımı bəlkə verərəm göz yaşlarına. Tək ki onun göz yaşları olmaz. Tək onun göz yaşı olmaz. Uşaq qədər mənim istədiyim ikinci bir həyatımda varlıq mən bilmirəm. Məni qorxudan
cəhət isə anaların göz yaşlarıdır. Yenə də anaların göz yaşları yenə uşaqla bağlıdır. Məni qorxuzur anaların göz yaşları, sevindir uşaqların qəhqəhələri. Mən bunların arasındayam, bilmirəm indi hansı tərəf çoxdur, hansı tərəf azdır. Həm sərtlik, həm də mülayimlik, həlimlik. Yəqin ki, bunların qovşağındayam. O da hadisədən hadisəyə biraz o tərəfə çox meyllənə bilərəm, biraz bu tərəfə. Arif müəllim həm tələbələrlə, həm kadrlarla bağlı demək olar ki, onun meyarı birdir. Düzlük, təmizlik, əxlaq. Yəni bura gələn adam əvvəlcə tutaq ki, bizim universitetə işləməyə gələn adamlar ilk əvvəl çətin gəlir onlara ki, yəni bu çox çətin bir mühitdir. Burada tələbkarlıq, çox kəskin tələbkarlıqlar var filan. Sonra da buradan gedə bilmirlər. Məsələn, çox adamlar olub ki, professor müəllim heyətinin nümayəndələrinə, onlar deyir ki, biz Bakı Qızlar Universitetinin qapısından içəri girəndə özümüzü yığışdırırıq. Doğrudan da çox ciddi bir təhsil ocağında işlədiyimizin məsuliyyətini hiss edirik. Tələbələr məni çox istəyir. Mən bunu bilirəm. Heç mənsiz gediblər, soruşublar. Bəzən rəsmi də bizim mənəvi atamızdır deyiblər. Mən bütün hallarda tələbələrin tərəfindəyim. Onların hər birini özümün övladım, qızım sanıram. Onu sizə deyim ki, qızlar çox həssas olurlar. Özdə xüsusilə gənc qızlar. Çox həssas olurlar. Bizə elə gəlir ki, onlar falan məsələləri başa düşməzlər. Orada ciddi səhifə yolu veririk. Çox ciddi səhifə yolu veririk. Hər şeyi onlar bizdən gözləri açıqdır, bizdən aydın başa düşürlər, dərhal hiss edirlər. Onların psixoloji duyumu